Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Azərbaycanda nağd ödəyişlərdən istifadə edən milyonlarla vətəndaşı maraqlandıran mühüm yenilik var. Azərbaycan Mərkəzi Bankının açıqladığı məlumata görə cari ilin 15 iyul tarixində yenilənmiş 100 manatlıq pul nişanı rəsmi olaraq tədavülə buraxılacaq. Bu yenilik ölkədə nağd pul dövriyyəsinin daha təhlükəsiz və etibarlı olmasına xidmət edir. Azərbaycan Mərkəzi Bankının baş direktoru Rəşad Məmmədov Trend İnformasiya Agentliyinə müsahibəsində bildirib ki, Mərkəzi Bank yeni pul nişanları və ya mövcud əskinaslarda edilən dəyişikliklər barədə ictimaiyyəti əvvəlcədən məlumatlandırır. Bunun üçün məlumatlar pul nişanının dövriyyəyə buraxılmasından əvvəl Mərkəzi Bankın rəsmi internet səhifəsində və rəsmi sosial media hesablarında paylaşılır. Rəşad Məmmədovun sözlərinə görə son yeniliklərdən biri ötən ilin dekabr ayında yenilənmiş 50 manatlıq pul nişanının tədavülə buraxılması olub. Həmin yenilənmənin davamı olaraq bu il iyulun 15-də yenilənmiş 100 manatlıq əskinasda dövriyyəyə daxil ediləcək. Mərkəzi Bankın açıqlamasında vurğulanır ki, yeni 100 manatlıq pul nişanının əsas məqsədlərindən biri pulun təhlükəsizlik səviyyəsini daha da artırmaq və saxtalaşdırılma riskini minimuma endirməkdir. Asir texnologiyalar əsasında hazırlanmış təhlükəsizlik elementləri sayəsində yeni əskinasların saxtalaşdırılması əvvəlkindən də çətin olacaq. Qurumun apardığı təhlillərə əsasən Azərbaycanda aşkarlanan saxta pul hallarında daha çox sadə üsullardan istifadə edilir. Ən geniş yayılmış üsullar rəngli surət çıxarma aparatları və skanerlərlə hazırlanan saxta nüsxələrdir. Lakin belə saxta əskinaslar həm bank əməkdaşları, həm də banklarda və digər maliyyə müəssisələrində istifadə olunan xüsusi avadanlıqlar tərəfindən qısa zamanda müəyyən edilir. Mərkəzi Bank qeyd edir ki, milli valyutamızın yüksək texniki keyfiyyəti və üzərində yerləşdirilən müasir təhlükəsizlik elementləri Azərbaycan manatını dünyanın aparıcı valyutaları ilə müqayisədə kifayət qədər etibarlı edir. Eyni zamanda milli pul nişanlarının saxtalaşdırılma səviyyəsinin qonşu ölkələrin valyutaları ilə müqayisədə də xeyli aşağı olduğu bildirilir. Ekspertlərin fikrincə pul nişanlarının vaxtaşırı yenilənməsi dünyanın bir çox ölkəsində tətbiq olunan normal təcrübə hesab edilir. Bu proses həm saxtakarlığa qarşı mübarizəni gücləndirir, həm də ölkənin maliyyə sisteminin təhlükəsizliyini artırır. Yeni təhlükəsizlik elementləri texnologiyanın inkişafı ilə ayaqlaşmağa və vətəndaşların maliyyə təhlükəsizliyini qorumağa imkan yaradır. Qeyd edək ki, yeni 100 manatlıq əskinasın dövriyyəyə buraxılması mövcud 100 manatlıq pul nişanlarının etibarsız olması anlamına gəlmir. Əvvəlki nümunəli 100 manatlıqlarda qanunvericiliyə uyğun olaraq öz ödəniş vasitəsi statusunu saxlayacaq və dövriyyədə qalmağa davam edəcək. Yeni və köhnə nümunəli əskinaslar paralel şəkildə istifadə olunacaq. Vətəndaşlara tövsiyə olunur ki, yeni pul nişanı dövriyyəyə buraxıldıqdan sonra onun təhlükəsizlik elementləri ilə tanış olsunlar. Bununla bağlı ən dəqiq və rəsmi məlumatlar Azərbaycan Mərkəzi Bankının internet səhifəsində və rəsmi sosial media hesablarında paylaşılacaq.